Herkese salam. Bu test 2025-ci il buraxılış imtahanındandır. Exclamatory sentence, yəni nida cümləsini tapmalıyıq. Düzgün nida cümləsini taparkən ilk öncə cümlənin sonuna baxmalıyıq. Cümlənin sonunda əgər xəbərimiz mübtədadan əvvəl gəlirsə, demək bu variant səhvdir. İkinci cümlədə are they yox, they are olmalı idi. Birinci mübtəda sonra xəbər gəlməli idi. Üçüncü cümlədə isə baxaq, iki olan variantlar çıxaq. Üçüncü cümlədə isə how-dan sonra birbaşa z gələ bilməz. Sifət sonra z gəlməlidir. Üçüncü cümlədə səhvdir və üçüncü variantımızda çıxaq. What a clever dog it is. Birinci cümləmiz düzdür. Dog ismi təkdə olduğuna görə artiklı qoyulubdur və it is dog-a uyğundur. Birinci cümləmiz düzdür. Dördüncü cümləyə baxsaq, dördüncü cümlədə how-dan sonra clever sifət və ismi də z ilə ayırıblar. Demək, dördüncü cümlədə düzdür. 1 və 4 cavabımız D bəndə olur. Beşinci cümlənin səhvi isə odur ki, how-dan sonra birbaşa isim yox, sifət gəlməli idi. Cavab D bəndidir.